Yenə mən sizinləyəm. Belə bir qitə fikirləşin ki, həmin qitə heç bir dövlətə məxsus deyil, heç bir xalqa məxsus deyil və bu qitə yalnız elmi təcrübələr üçün istifadə olunur. Bəli, düzgün eşitdiniz. Bu qitənin adı Antarktika qitəsidir. Gəlin sizə Antarktika qitəsi haqqında maraqlı məlumatlar verim. Antarktika yer kürəsinin ən cənub qütb sahəsidir. Sahəsi təxminən 14 milyon kvadrat kilometr olan bu qitə Avstraliyadan 2 dəfə böyükdür. Planetimizin ən soyuq, ən küləkli və ən quru regionu hesab olunur. Materikin 98% qalın buzla ilə örtülmüşdür. Dünya şirin su ehtiyatının təxminən 80% burada yerləşir. Dünyada ən aşağı temperatur 1983-cü ildə burada qeydə alınıb. Yağıntı çox az düşdüyü üçün dünyanın ən böyük buzlu səhrasıdır. 21 sentyabrda doğan günəş yalnız 22 martda batır. Bu qitə heç bir ölkəyə məxsus deyil. 1959-cu ildə imzalanan Antarktika haqqında sazişə əsasən bura yalnız sülh və elm zonasıdır. Qitədə rəsmi saat qurşağı mövcud deyil. Buranın daimi sakinləri yoxdur. Yalnız elmi stansiyalarda növbəli çalışan alimlər yaşayır. Hazırda qitədə fərqli ölkələrə məxsus 80-dən çox elmi stansiya fəaliyyət göstərir. Bunlardan təxminən 40-ı daimidir, bütün il boyu işləyir. Yay aylarında stansiyalarda tədqiqat aparan insanların sayı 5000 nəfərə çatsa da, sərt qış aylarında bu rəqəm 1000 nəfərə qədər düşür. Ən böyük baza Amerika Birləşmiş Ştatlarına məxsus olan bazadır. Bu qitəni ilk dəfə 27 yanvar 1823-cü ildə rus səyyahlar kəşf edib. Gəldik. Əgər videomuz sizin xoşunuza gəldisə, kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Bu mövzu haqqında hansı fikirləriniz varsa, ürək bölməsində öz fikirlərinizi yaza bilərsiniz. Və bizi TikTok və Instagram səhifələrimizdə də bizi izləməyi unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə inşallah. Sağ olun.